Bəli, Nurayən xanım, elədir ki, var. Ümumiyyətlə, kiçik bir haşiyə çıxım, çox maraqlıdır. Mən deməli, bu gün əlaqə saxlamışam həm Ukraynadakı tanışlarımla, həm Azərbaycanla, həm Ukraynalılarla. Deməli, Ukraynada da Kiyevə, Xarkova, Odessaya hücumlar olub və bu hələ rəsmi xəbərlər gəlməkdən əvvəl Moskva ilə də əlaqə saxladıq. Yəni, oradakı Azərbaycanlılar da dedilər ki, bəli, onların da yaşadığı ərazilərə düşüb bu, deməli, dronların bir hissəsi. Və onu da deyim ki, bu hücum əsasən Moskvanın şimal-qərbinə olubdu və orada deməli Zelenograd adında şəhər var. Mən sadəcə olaraq özüm Moskvada oxumuşam vaxtilə, həm də ki işimlə də bağlı. Zelenograd sırf Sovet İttifaqının, sonra isə Rusiyanın elektron bir mərkəzi şəhəridir. Şimki də onun kimi. Yəni bu hücumlar təsadüfi hücumlar deyil. Ukrayna artıq Rusiyanın hərbi zavodlarını, hərbi obyektlərini hədəfə alır. Və bu yaxınlara kimi müharibədə bir asimetriklik var idi. Nə idi bu asimetriklik? Bütün müharibə Ukrayna ərazisində gedirdi. Rusiya istənilən kimi, istənilən qədər Kiyevi, Xarkovu, hətta Lvov kimi Ukraynanın qərbində olan şəhərə kimi bombalayırdı, raket hücumları, dron hücumları. Ukraynanın imkanları məhdud idi. İki səbəbdən. Həm texniki səbəbdən, həm siyasi səbəbdən. Siyasi səbəb bu idi ki, Qərb Ukraynaya Rusiyanın dərinliyindəki obyektləri vuran deməli avadanlıq vermirdi. Çox böyük ehtiyat var idi ki, Rusiya nüvə ölkəsidir və Rusiya nüvə silahı ilə cavab verə bilər və bu ehtimal var idi. Elə də kiçik deyildi, çünki Rusiya rəhbərliyinin bütün deməli o humanizmdən çox uzaq olan mövqeyini biz bilirik. O biri tərəfdən texniki imkanlar da az idi Ukraynada. Bilirsiniz ki, ilk dövrdə Ukraynanın məsələ dronları yox idi. Dronlar ümumiyyətlə müharibə fəlsəfəsinə bir yenilik gətiribdir. Necə ki, vaxtilə məsələ avtomobillər cəmiyyətlərə yollarda bir demokratiklik gətirdi. Nə mənada? Siz bahalı Porsche-da gedə bilərsiniz, çox bahalı bir maşında gedə bilərsiniz və yaxud da ucuz bir Zaporojets'da gedə bilərsiniz. Yol hərəkəti qaydaları hamıya eyni dərəcədə aiddir. Hamı ona tabi olur. İndi bu dronlar da bir növ məcazi mənada sözsüz ki, mən bu ifadəni işlədirəm, müharibəyə demokratiklik gətirib. Nə mənada? Bir nisbətən aşağı qiymətli bir dron çox böyük qiymətə malik, bahalı, istəyir tank olsun, istəyir artilleriya qurğusu olsun, istəyir zavod olsun. Yəni onu məhv eləyə bilər. Və Ukrayna indi başlayıb bundan deməli istifadə eləmək. Bu yaxınlarda Tuapseyə hücum oldu, Belqorod vilayətinə, Voronezh vilayətinə, bu günlər isə artıq Moskvaya. Yəni bu hadisələr göstərir ki, artıq Rusiyada elə də necə deyirlər, arxain ola bilməz. Müharibə artıq Rusiyaya gəlibdir. Artıq müharibə həm də Rusiyada gedir. İndi siz burada siyasətin adını çəkdiniz. Mən elə icazə versəz bunun siyasi tərəfinə fikir verərdim. Deməli, hal-hazırda müharibənin sona yetməsinə və yaxud da dayandırılmasına ən çox mane olan səbəb ondan ibarətdir ki, nə Putin onu necə deyir, geri addım ata bilmir. Çünki bu onun üçün siyasi cəhətdən çox böyük təhlükə törədə bilər. Nə də Zelenski. Ona görə Putin tələb edirdi ki, ona Donetsk, Lugansk vilayətinin hələ ki ələ keçirilməmiş hissələri bağışlansın. Çünki ona gərək Rusiya cəmiyyətinə bu qədər itki veribdir Rusiya. Yəni artıq söhbət 100 minlərdən gedir. İqtisadi çətinliklər, sanksiyalar. Yəni Putin nə ilənsə bu qələbə göstərməlidir Rusiya əhalisinə, cəmiyyətinə. Eynilə Zelenski də addım ata bilmir. Niyə? Çünki o müqavimət göstərməyə başlayıb və deyibdir ki, biz Ukraynanı qoruya bilərik. Ona görə belə bir, necə deyirlər, fonda indi təslimçi sülhə razılaşsa, bu onun üçün də bir siyasi qüvvə kimi çox təhlükəlidir. Bax, indi bu dron hücumları zənnimcə müəyyən dərəcədə mən bunu artırmazdım, bunun imkanlarını. Amma ola bilsin ki, Rusiya cəmiyyətində artıq müharibə təhlükəsini göz qabağını gətirən, özə onu deyim ki, əsasən ölənlər kim olacaq? Əksəriyyət heç müharibəyə aid olmayan insanlar, yəni mən dediyim kimi orada yaşayan, Ukraynada da yaşayan Azərbaycanlılar var, Rusiyada da yaşayan. İndi söhbət tək Azərbaycanlılardan getmir, dinc əhalidir. Bəlkə də onların bir çoxu ürəyində müharibənin əleyhinədir, amma dron seçmir axı kimi hədəf götürəcək. Ona görə ola bilsin ki, bax belə bir fonda deməli Rusiyada müharibənin gəlməsi fonunda bəlkə Rusiya cəmiyyətində müharibəni qələbəsiz də
sonlamaq bir arzusu yaransın. Yine Çingiz Bey, sual ola bilsin yaranır. ki, Siz Rusiya cəmiyyətinin istəklərini və yanaşmasını necə dəyişə biləcəyini təhlil edirsiniz. Bəs hökumətin müharibə ilə bağlı strategiyasına təsir göstərəcəkmi bu cərəyan edən proseslər? yaxşı sual verirsin Nurhan xanım. Çünkü doğrudan da Ukrayna'dan farklı olarak Rusya çok qəribə bir cəmiyyətdir. Orada insanların rəyindən çox az hesaplaşırlar və müharibə başlayanda da hesaplaşmadılar. Ona göre təbii Rusya cəmiyyətində, Rusya dövlətində daha doğrusu Rusya cəmiyyətinin Rusya rəhbərliyinə təsiri nisbətən azdır. Ukraynada daha çoxdur. Amma istər-istəməz var. Hətta ən o necə deyirlər avtokratik, ən deməli totalitar cəmiyyətdə də insanların rəyi rəhbərliyə müəyyən təsir göstərir. Ona görə hesab edirəm ki, belə hücumların sayı artsa, deməli təəssüf ki, qurbanların sayı artsa, Rusiyada da çünki bütün mətbuat o media məlumatları göstərir ki, bu yaxınlara kimi hələ ki Rusiyanın əsas əhalisi necə deyirlər o Z propagandanın təsiri altındadır. Hələ də deməli bu gün sabah biz Ukraynaya qalib gələcəyik. Biz deməli haqlıyıq. Ukraynalılar deməli faşistdirlər və s. Bax bu əhval-ruhiyyə hökm sürür. Ona görə bəlkə o Rusiya artıq müharibə hər birinin evinə yaxınlaşsa, ola bilsin ki, Rusiya cəmiyyətində fikirlər dəyişə və bu dəyişmiş fikirlər bəlkə Rusiya rəhbərliyinə də müəyyən dərəcədə təsir göstərər. Maraqlı məqamlardan biri oldu ki, elə Moskvaya bu hücumlara reaksiya olaraq Mariya Zaxarova Qərbi günahkar göstərdi. Hədəf olaraq Qərbə işarə etdi. İndi Qərbə qarşı da necə bir addım atılacaq və yaxud da ki, bu proseslərin cərəyan etməsinə necə təsir göstərəcək deyə sual da ortaya düşür. Bərabərində biz xəbərlərimizin içərisində Latviyada PUA təhlükəsi ilə bağlı bir informasiyanı da təqdim etdik. Əslində zaman-zaman bu PUA təhlükələri ilə bağlı xəbərlər yayılır və bunlarla bağlı da biz görüntüləri görürük. Amma Qərbin burada hədəf göstərilməsi necə oxunmalıdır bu açıqlama? Bunun ən azı iki səbəbi var. Birinci səbəb Rusiya üçün çox vacibdir. Onlar öz əhalisini çünki artıq kənardakıları inandırmaq olmur ki, bu müharibə Ukrayna ilə yox, bütün Qərblədir. Yəni Rusiya qalib gələ bilmir və bunu desə ki, yəni nisbətən zəif potensiala malik Ukraynaya qalib gələ bilmir. Onda deməli bu nə ilənsə bu öz cəmiyyətinə deməlidir, niyə biz qalib gəlmirik. Yəni ona görə hər dəfə bu Qərbi bura cəlb edirlər. Sözsüz ki, Qərb Ukraynaya kömək göstərir. Amma dediyim kimi, yəni dronlar yenilik gətirib müharibə fəlsəfəsinə. Çünki nisbətən aşağı qiymətli dronla siz çox böyük təhlükələr yarada bilərsiniz və rəqibinizə, düşməninizə təsirli zərbələr vura bilərsiniz. Ona görə də Ukrayna bundan istifadə edir. Mən sizə deyim ki, Ukraynanın hərbi potensialı, iqtisadi potensialı, texnoloji potensialı mövcuddur. Yəni ki, Rusiyanın öz deməli mərkəzi şəhərlərini biz kənara qoysaq, keçmiş SSR-nin ən texnoloji hissəsi məhz Ukrayna idi. Ukraynada Kiyevdə, Xarkovda, Donetskdə, digər şəhərlərində çox böyük hərbi zavodlar var idi. Ona görə Ukrayna bunları bərpa edib artıq. Və bir misal çəkim. Məsələ bizim 44 günlük müharibəmiz vaxtı Kanada Türkiyəyə bu deməli dronlar üçün lazım olan bu mühərrikləri verməkdən imtina elədi. Güya ki, yəni Türkiyə Azərbaycana kömək edir. Türkiyə Ukrayna ilə dərhal əməkdaşlığa başladı. Çünki Ukraynada məhz bu mühərrikləri istehsal eləmək üçün yaxşı potensial var. Yəni Ukrayna üçün çətin deyildi nisbətən qısa bir müddətdə yaxşı dron istehsalını tez deməli başlamaq. Ona görə də artıq bundan istifadə ediblər. Özdə siz fikir verin. Rusiya deyir ki, biz nə bilim 97 minə qədər dronu tutmuşuq, 3'ü keçib, 5'i keçib. Yaxşı, bəlkə sabah Ukrayna 97 yox, 997 dronu buraxa bilər. Çünki yenə deyirəm, qiymətləri onların nisbətən ucuzdur. Onlarla deməli daha böyük qiymətə malik hərbi obyektləri vurmaq imkanı var. Bax, bu da ki müharibəyə yeni bir çalar gətirir, yeni bir deməli baxış gətirir. Çingiz bəy, bir maraqlı məsələ də orasındadır ki, biz Ukraynanın hücumlarının çoxaldığının Avropa İttifaqının 90 milyard avroluq krediti ayırmasından sonra gördük. Bu kreditin elə ilk qismi bir partiyası da elə dron və PUA-larla bağlı məsələlərə yönəldiləcək deyə açıqlama gəlmişdi Avropa İttifaqından. Belə olduqda bunu xatırlasaq, növbəti hücumlarla bağlı Ukraynada necə bir yeniliklər görə bilər? Əlbəttə bu daha çox hərbi istiqamət, amma siyasi tərəfdən baxdığımızda Ukrayna elə
daha çox Rusiyanın müxtəlif şəhərlərinə dron PUA hücumları ilə bağlı mı əməliyyatları intensivləşdirəcək? Başqa nələrin şahidi ola bilərik? Mənə elə gəlir ki, əsasən bax belə hücumlar. Çünki Ukraynanın quru qoşunlarını irəli aparmaq imkanı məhduddur. Yəni potensial doğrudan da qeyri-bərabərdir. Rusiya daha böyük dövlətdir, onun daha böyük canlı qüvvəsi var və ona görə də Ukrayna üçün sərfəli olmaz ki, onlar deməli quru əməliyyatları həyata keçirsinlər. Hesab edirəm ki, onlar elə bax indiki kimi dronlardan istifadə edəcəklər. Ola bilsin ki, artilleriyadan istifadə edərlər, amma quru əməliyyatları həyata keçirməyəcəklər. Burada bir dənə şey qeyd edelim. Zaxarovanın bəyanatında mən dedim iki səbəb var. Bir səbəb də nədir? Rusiya əsasən nəyə istinad edir ki, bunların nüvə silahı var. Onlar indiyənə kimi onlar həmişə deyirdilər ki, bəs lazım gəlsə biz ona əl atacağıq. Taktiki nüvə silahından gedir. Yəni nə mənim taktiki? Taktiki ondan fərqlənir ki, nisbətən kiçik coğrafiyanı əhatə eləyir. Yəni çox böyük areallar zonaya yayılmır onun deməli fəsadları. Amma indiyənə kimi Qərb elə əsas vermədi. Çünki Patriotları söz verilmişdi, amma vermədi. Məhz o nüvə təhlükəsinə görə digər sistemləri də. İndi bunlar Rusiya rəhbərliyi bütün vəçlər istəyirlər ki, yenə də deməli o nüvə arsenalını işə salmaq imkanını tapsınlar ki, bunun vasitəsilə Ukraynanı və Qərbi qorxutsunlar. Bax, mənə elə gəlir ki, əsasən siyasi məqsəd bundan ibarətdir Zaxarovanın bəyanatında. Çingiz bəy, son olaraq bu həftənin əsas hadisələrindən biri Donald Trump'ın Pekinə səfəri idi. Bu Pekin səfərində əsas fokuslanan mövzu İran idi, Yaxın Şərq münaqişəsi idi, Tayvan məsələsi, iqtisadi əlaqələr idi. Bu istiqamətdə önəmli müzakirələrin şahidi olduq, amma həmin əsnada Zelenskinin bir açıqlaması olmuşdu. Ümid edirəm ki, Donald Trump Ukrayna məsələsinə də yer verəcək demişdi danışıqların. Elə bu görüş bitdi. Görüşdən sonra belə bir məlumat gəldi ki, Kremldan may ayının 20-sində də Pekinə Vladimir Putinin səfəri gözlənilir. Burada da İran məsələsinin danışılacağı gözlənilir böyük qismdə. Amma Ukraynadakı münaqişə ilə bağlı necə bir gedişat ola bilər? Zənnimcə elə bir ciddi təsir olmayacaqdır. Mənə elə gəlir ki, bu deməli Trumpla Xi Jinping'in görüşü zənnimcə İran məsələsinə daha çox təsir göstərə bilər, nəinki Ukrayna-Rusiya müharibəsinə. Çünki Çin üçün Ukrayna-Rusiya müharibəsi doğrudan faydalıdır. Çünki Çinin əsas rəqibi Amerika Birləşmiş Ştatlarıdır və Amerika Birləşmiş Ştatları istər-istəməz Ukraynaya yardım göstərir. Düzdür, indi o yardımın bir hissəsini Avropalıların üzərinə qoyubdur. Silahı özü verir, maliyyəsi Avropadan gəlir, amma Amerika Birləşmiş Ştatları da vəsait sərf edirlər. Belə fonda, Rusiyada qoyulmuş sanksiyaların fonda Çinə faydalıdır ki, Rusiyadan o sanksiyalar altında nefti daha ucuz qiymətə alsın. İran məsələsində biraz fərqlidir. İran məsələsində Çin istəyir ki, Çinin əsas məqsədi nədir? Yenə deyirəm, əsas rəqibi Amerika Birləşmiş Ştatları olduğu üçün Çin istəyir ki, İran kifayət qədər güclü olsun ki, Amerika Birləşmiş Ştatlarının tələblərini yerinə yetirməsin, yəni bütün tələblərini. Çünki onda Çin Yaxın Şərqdə İran kimi bir müttəfiqini itirir. Amma o bir tərəfdən istəmir ki, İran o dərəcədə güclü olsun ki, Hörmüz boğazını, oradakı olan ərəb dövlətlərini təhdid altında saxlasın. Ona görə İran məsələsində Çin müəyyən dərəcədə deməli Hörmüz boğazının açılmasında, müharibənin deməli təhlükəsinin azalmasında maraqlıdır. Ukrayna-Rusiya müharibəsində Çinin elə bir marağı yoxdur. Çünki o istəyir ki, Amerika orada daha çox vəsait sərf eləsin, başı qarışsın və Çin Rusiyadan neft, qaz, digər təbii resursları mümkün qədər aşağı qiymət alsın.